Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində özünü məşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına infotur təşkil edib. QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün təşkil olunan infotur zamanı Aysel Novruzova, Günəş Heydərova və Xuraman Cəfərovanın proqram dəstəyi ilə un məmulatları istehsalı və qadın gözəllik salonu zərfləri üzrə qurduqları kiçik biznes sahələrinə baxış olub. Proqram iştirakçıları doğma yurdlarında daim dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar özünü məşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək qurduqları ailə təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını bildiriblər. Infotur çərçivəsində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramları, habelə özünü məşğulluq proqramı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu ərazilərə köçürülən sakinlərdən ötən dövrdə 881 nəfər mal və materiallar formasında aktivlərlə təmin edilib. Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurublar. Görüşdə infotur iştirakçılarının sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib. Dövlət Məşğulluq Agentliyinin özünə məşğulluq proqramı çərçivəsində aktivlər almış vətəndaşlarla yerində tanış olduq. Onların təşkil etdiyi, qurduqları bizneslərə baxış keçirdik. Çox maraqlı müzakirələr oldu. Bizim onlara müəyyən suallarımız oldu. Onların müəyyən istəkləri, növbəti addımlarda onların hansı ehtiyacları olduğunu bildirdilər və çox gözəl bir görüş keçdi. Çox məmnun qaldıq və şərait çox gözəl idi. Təşkil olunmuş biznesdən də həmin şəxslərin çox razı olduqlarını və bunun çox gözəl təşkil olunduğunu bildirdilər. Biz də bu görüşdən çox xoş təəssüratlar aldıq və Füzuli rayonunda bugün belə bir böyük qayıdışın təəssüratlarını həqiqətən də yaşamağımıza çox məmnunuq. Ümumilikdə məşğulluğun təmin olunması hesab edirik ki, burada məskunlaşmanı daha da sürətləndirir. Çünki əhalinin ilk növbədə dayanıqlı yaşayışı üçün məşğulluq vacib şərtdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və onun alt qurumları olan dövlət qurumları tərəfindən xüsusən bu prosesdə vətəndaş cəmiyyəti təşkilatları ilə birgə monitorinqların keçirilməsi, müzakirələrin aparılması çox yaxşı haldır. Biz bunu eyni zamanda ictimai nəzarət mexanizmi olaraq qeyd edirik. Biz görüşlərdə müəyyən suallar da verdik. Vətəndaşların ilk növbədə belə deyək ki, razılığı ondan ibarət oldu ki, burada artıq vətəndaş hansısa qapını döymür. Çox maraqlı məqamdır ki, artıq bura köçən hər bir vətəndaşı Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən yaxın bir neçə gün ərzində ya dost mərkəzləri varsa ora dəvət olunur və yaxud onların öz evlərinə gedilərək onların məşğulluq imkanları artıq sorğulanır və məlumat toplanır. Onların hansı sahədə məşğulluq imkanları varsa dövlət tərəfindən bu istiqamətdə də onlara dəstək göstərilir.